Salam hörmətli müəllimlər, hər birinizi xoş gördük. Bu dərsimiz 21-ci əsrin bacarıqlarıdır, kompetensiyalardır. Ümumiyyətlə, kompetensiyalar haqqında məlumat verək. Kompetensiyalar, ümumiyyətlə, kompetensiya səriştə anlayışı hər hansı bir sahədə bilik, bacarıq, vərdiş, dəyər və bunlar əsasında keyfiyyətə sahib olmaq mənasında gəlir. Yəni, mən dedikdə filan şəxs, filan sahədə kompetensiya dəyərə malikdir. O zaman bacarıqlara sahibdir, kompetensiyalıdır, yəni səriştəlidir, bacarıqlıdır mənasına gəlir. Və yadda saxlayaq ki, 21-ci əsrin bacarıqları, sözü gedən indi izahını verəcəyimiz bacarıqlar bütün insanlara, bütün deyək ki, pedaqoji və yaxud digər həyatın bütün sahələrində vacib lazımdır. Ona görə diqqətimiz burada olsun. İlk öncə biz 21-ci əsrin bacarıqları hansıdır? Onlara baxırıq. Daha sonra bir hard skills, bir də soft skills, yəni bərk və yumuşaq bacarıqlar anlayışını fərqləndirib dərsimizə başlaya bilərik. Hard skills dedikdə ixtisas sahəsinin həmin ixtisasla bağlı olan biliklərini nəzərdə tutacağıq. Məsələn, müəllim öz ixtisasını çox gözəl bilir. Bu o deməkdir ki, müəllimin hard skills, yəni bərk bacarıqları mövcuddur. İxtisasını gözəl bilir, savadlı müəllimdir və bunu eşidə bilir ətrafdan. Filan kəs çox savadlıdır. Usta öz işini çox gözəl bacarır. Mühəndis o da öz işini gözəl bacarır, konstruksiyalar və s. quraşdırır. Aşpaz çox gözəl yeməklər bişirir. Sürücü avtomobili çox gözəl idarə edir. Bax, bunlar öz ixtisasımızla bağlı bərk bacarıqlardır. Bunlar oldu hard skills. Bir də var yumuşaq bacarıqlar. Bu sadaladığımız bütün peşələrin həyatda lazım olan və həyatda istifadə edəcəkləri bacarıqları nəzərdə tuturuq. Məsələn, biz bu soft skills gedir artıq olar. Yumuşaq bacarıqlar, ünsiyyət, əməkdaşlıq, empatiya, özünü qarşı tərəfin yerinə qoya bilmək. Yəni, bunlar yumuşaq bacarıqlardır və həyatın bütün sahələrində bizə lazımdır. Yumuşaq və bərk bacarıqları fərqləndirdik. Və biz əvvəl dedik ki, bir müəllim öz ixtisasını çox gözəl bilir, amma bu ifadəni də eşidirik. Onu yaxşı öyrədə bilmir. Ünsiyyət qura bilmir. Digərləri ilə münasibət qurmaqda çətinlik çəkir. Deməli, yalnız ixtisasını gözəl bilmək bəs etmir. 21-ci əsrdə ünsiyyət zamanı, öyrənmə zamanı və həyatda sözü gedən bacarıqlar da bizim üçün vacibdir, lazımdır. Yəni, bir insan həm öz ixtisasını gözəl bilməli, həm də onu öyrətməyə bacarmalıdır. Məsələn, ünsiyyət qurarkən düzgün ünsiyyət qurmağı bacarmalıdır. Əməkdaşlıq bacarığı yerində olmalıdır. Özünü qarşı tərəfin yerinə qoymağı bacarmalıdır. Təbii, bu prizmadan biz indi 21-ci əsr bacarıqları haqqında danışaq. 21-ci əsr bacarıqları burada veriləcək. Bizə burada lazım olan əsas məsələlər ilk öncə. Başlayırıq savadlılıq kompetensiyasından. Savadlılıq kompetensiyası nədir? Savadlılıq kompetensiyası yazılı və şifahi şəkildə təqdim olunan informasiya bizim üçün yeni olan məlumatlardır. İnformasiyaları, fikirləri, arqument, dəlilləri, sübutları anlamaq, şərh etmək və müxtəlif forma və üslublarda istifadə etmək bacarığıdır. Yəni, bizim burada indi sadalayacağımız sözü gedən bütün o kompetensiyalar, o kompetensiyaların real həyatda tətbiqində bizim istifadəmizi tələb edir. Deməli, biz həm şifahi, həm yazılı şəkildə təqdim olunan, ya sözlü olaraq eşitdiyimiz, ya yazılı olaraq gördüyümüz bütün məlumatları, bunların hamısını həm anlamalı, həm şərh etməyi bacarmalıyıq. Bizdən bunu istəyir. Təbii, indi bizə verilən məlumatlarda bu kompetensiya təkcə mətn oxumaq deyil, mətnin məqsədini, əsas ideyasını, gizli mesajlarını anlamaq, eyni zamanda öz fikirlərini auditoriyaya uyğun şəkildə yazılı və ya şifahi formada çatdırmağı tələb edir. Yəni, yalnız dinləməyimiz bəs etmir. Onu ifadə etməyimiz də burada artıq savadlılıq kompetensiyasına keçəcək. Amma şifahi və yazılı şəkildə verilmiş informasiyaları anlamalı və onu şərh etməyi bacarmalıyıq.
İndi burada nümunələr var. Bizə bir neçə nümunə göstərir. Təbii ki, verilmiş tapşırıqları izləyirsiniz, testlərini işləyib möhkəmləndirəcəksiniz inşallah. Azərbaycan dili fənnində, Azərbaycan dili dərsində şagird hekayəni yalnız səsli oxumaqla kifayətlənmir, personajların davranışlarını əsaslandırır. Məsələn, sual verir özünə. Bu obraz niyə belə davrandı? Bu suala cavab axtarır. Müəllifin hansı mesaj vermək istədiyini müzakirə edir və hekayənin ideyasını öz sözləri ilə izah edir. Düşünün, mən şagirdimə hər hansı bir mətni vermişəm, onu oxuyur. Gözəl intonasiya ilə oxuyur. İntonasiyasında heç bir problem yoxdur, hər şey qaydasındadır. Və sonda verilən suallara cavab verə bilmir. Amma mənə savadlılıq kompetensiyası nə deyir? Deyir, həm onu şifahi və yazılı şəkildə ya oxumaqda, ya dinləməkdə heç bir problem olmayacaq. Həm də orada verilən hadisələri anlayacaq. Oxuyub anlama da burada var artıq, dinləyib anlama da var. Anlayacaq, özünə suallar verəcək və mətnin məzmununu tam anlamağa çalışacaq. Bu olacaq savadlılıq kompetensiyası və digər nümunələri eləcək. Növbəti, biz danışarıq sizə çox dil bilmək bacarığı ilə bağlı, kompetensiyası ilə bağlı. Çox dil bilmək nədir? Çox dil bilmək, müasir dövrdə 21-ci əsrdə təbii Avropa Şurasının təsdiq etdiyi və müxtəlif mənbələrdən toplanan informasiyalardır bunlar. Çox dil bilmək bacarığı dedikdə biz bir yox, yalnız öz dilimizi bilib kifayətlənmirik. Başqa xalqların dillərini də öyrənirik. İndi biz mədəni müxtəlifliklə də bağlı bura toxunacağıq. Amma mən elə informasiya nə etdim? Universitetdə oxudum, diplomu aldım, yekunlaşdı, mənim bu qədər biliyim var, bu mənə bəs edir. Yox, bu sakitcə dayanıb sonu gözləməyə oxşayan bir şeydir. Biz nə etməliyik burada? Biz özümüzü davamlı təkmilləşdirməliyik. Məsələn, savadlılıqda geniş lüğət lüğət tərkibinə və lüğət ehtiyatına ehtiyac var savadlılıq kompetensiyasında. Burada yalnız öz dilimizdə yox, digər dillərdə də yəni çox böyük lüğət ehtiyatı olmasa da kifayət qədər olmalıdır. Özümüzü ifadə edəcək qədər, məsələn, düşmüşük hər hansı bir dövlətə, Rusiyada olsun, ingilis dilində danışılan hər hansı bir dövlətdə və yaxud başqa, özümüzü ifadə edəcək və qarşı tərəfi anlayacaq qədər lüğət ehtiyatı ən azı bizdə olmalıdır. Çox dil bilmək başqa xalqların hətta mədəniyyətləri öyrənməyə də kömək edəcək bizə. İndi biz mədəni müxtəlifliklə bağlı olan kompetensiyada onu danışacağıq. Amma mən dilini bildiyim xalqın mədəniyyətini öyrənə bilərəm. Və onlara hörmət anlayışı da buradan formalaşacaq. Təbii ki, burada bizə nə lazımdır? Bir neçə dildə ünsiyyət qurmaq və bu dillərdə təqdim olunan informasiyaları anlamaq, fikirlərini yazılı və şifahi şəkildə ifadə etmə, həmin dildə yazılı və şəkildə ifadə etmə bacarığıdır. Buraya yalnız leksik və qrammatik biliklərə deyil, həm də dillərin müxtəlif üslub və xüsusiyyətlərini, kommunikasiya qaydalarını və mədəni kontekstlərini də nəzərə almaq bacarığı daxildir. Bunu da belə deyim sizə, yenə də deyirəm, o mədəni müxtəlifliklə bağlı olan kompetensiyada xatırladacağım. Amma dillə bağlı da bəzən bizim dilimizdə hər hansı bir mənanı ifadə edən bir cümlə başqa dildə fərqli mənada işlənə bilər. Ona görə biz bu biliyə sahib olaraq onları da nəzərə almalıyıq. Müxtəlifliyi də nəzərə alıb düzgün tətbiq etməyi bacarmalıyıq. Dillə bağlı biliyimiz belədir. Xarici dil dərslərində həm qeyri-formal mühitdə proqramlar, beynəlxalq layihələr və s. onlayn mühitdə inkişaf etdirilməlidir. Davam edirik. Nümunə ingilis dili fənni ilə bağlı. İngilis dili dərslərində şagirdlər yalnız dialoq əzbərləmir, həm də real məktub, e-mail, elan tərtib edirlər. Yəni ancaq əzbərləyib danışmırlar, həm də onları özləri tərtib edir. Sosial mədəni fərqləri nəzərə alırlar bu zaman. Fərqləri də nəzərə alırlar. Bu nümunədir, yəni bu dil və çox dil bilmək bacarığının inkişaf etdirilməsi ilə bağlıdır. Növbəti riyazi, elmi, texnologiya və mühəndislik kompetensiyası. Növbəti kompetensiyamız budur. Təbii burada riyazi, elmi, texnologiya və mühəndisliyi hər birinin ayrı-ayrılıqda izahını verəcəyik. Riyazi kompetensiya nədir? Təbii riyazi kompetensiya o demək deyil, qarşımıza çıxan çətin riyazi məsələlərin həll etməsini bacarır. Yox, riyaziyyatın həyata inteqrasiyasını təmin etməkdir. Bununla bağlı danışaq. Riyaziyyatın həyata inteqrasiyası necə ola bilər? Biz riyazi biliklərimizi həyatda qarşılaşdığımız problemlərlə bağlı, məsələn, statistik
cədvəllərin hazırlanması, məlumatların statistik olaraq qarşılaşdırılması, qrafiklərin qurulması, müqayisənin aparılması, rəqəmlərlə müqayisənin aparılması və s. Bax, bu olacaq riyazi kompetensiya. Riyaziyyatın real həyatda qarşımıza çıxan problemlərdə və real həyatda inteqrasiyasıdır, istifadəsidir, əlaqələndirilməsidir. Bizə riyazi kompetensiya bunu təlqin edir və bizdən bunu tələb edir. Bəs şagird məişətdə rast gəldiyi situasiyaları, məsələn, büdcə planlaşdırılması, aylıq bu qədər gəlirim var. Əsas zəruri sahələr hansılardır, zəruri olmayan sahələr hansılardır və burada onların tətbiqini istəyir bizdən. Bax, bu faiz, nisbət, məsafə, vaxtın hesablanması, məsafənin hesablanması, riyazi modelə çevirə bilmək, diaqram və qrafikləri oxumaq, şərh etmək, statistik məlumatlar hazırlaya bilmək real həyatda davamlı bizim qarşımıza çıxan problemlərdir. Deməli, bu riyazi kompetensiyası olan və riyazi kompetensiyanın inkişafını tələb edən bir bacarıqdır və tələb edir bizdən. Həyatda riyazi bacarıqlarımızı istifadə edə bilməyimizdir. Növbəti elmi. İndi biz riyazi elmi, sonra texnologiya mühəndisliyi deyirdik, elmi kompetensiya təbii aləmdə baş verən hadisə və prosesləri izah etmək, daha sonra sual formalaşdırmaq, bax, prosesləri həm müşahidə edirik, müşahidə etdik, izah edirik, sual formalaşdırırıq, fərziyyələr irəli sürürük, sübutlar toplayır və dəlillərə əsaslanan nəticə çıxarırıq, qeydlər yazırıq, nəticə çıxarırıq. Bax, bu olacaq bizim üçün elmi kompetensiya, yəni hər şeyə səthi yanaşmadıq. Biz qarşımıza çıxan problemlərdə, irəli sürülən hətta argumentlərdə, bildirilən fikirlərdə bunun nəyə söykəndiyini müəyyən etməyimiz, daha sonra nəyə söykəndiyini müəyyən etməyimiz, nəticə çıxarmağımız, dəlillə sübut etməyə çalışmağımız və s. Bunlar olacaq elmi kompetensiya və şagird nə edir? Sadə müşahidə və təcrübələr vasitəsilə niyə belə olur? Sual verir çözünü, niyə belə olur? Və bunu araşdıracaq dəlillə, sübutla, argumentlə. Niyə belə olur sualına? Elmi baxımdan cavab axtarır. Fərziyyələrini sınaqdan keçirmək üçün plan qurur, məlumat toplayır və nəticəni elmi dildə əsaslandırır. Bu olacaq bizim üçün elmi kompetensiya. Elmi kompetensiya. Növbəti, yenə də riyazi, elmi, texnoloji və mühəndislik kompetensiyası. Bu texnoloji və mühəndislik kompetensiyası dedikdə biz burada artıq insanların ehtiyac və problemlərinə cavab verən praktik və yeniliklər yaratmaq üçün elmi və riyazi biliklərin tətbiqini tələb edəcək bu artıq. Yəni biz həm elmi, həm riyazi biliklərimizi insanların ehtiyac və problemlərinə cavab verəcək şəkildə tətbiq etməyimizi istəyir burada. Məsələn, başqa sözlə elmi riyazi biliklərin real obyektlərə, sistemlərə, qurğulara xidmət etməsi və bunların praktik bir material olaraq və yaxud praktikada tətbiqi kimi məsələlərə diqqət yetirməyimizdir. Bu olacaq bizim üçün texnoloji və mühəndislik kompetensiyası ilə bağlı məlumat. Nümunə, texniki və texnoloji obyektləri, sadə mexanizmlər, cihazlar və s. necə işlədiyini başa düşməyə çalışır. Yəni biz hətta real həyatımızda işlətdiyimiz maşınlar, avadanlıqların, onların necə işlədiyini müəyyən etmək və problemli situasiyalarda biz oradan optimal olaraq necə çıxmalıyıq, bunları da özümüz müəyyən etməyə çalışmalıyıq. Elə mən tarix müəllimi kimi tarixi öyrəndim, dayandım, yox. Bütün sahələri və ömür boyu öyrənmə, davamlı öyrənmə strategiyası, praktik tətbiq etmək. Yəni riyaziyyatın, elmin hamısının praktikada, təcrübədə tətbiqi və ətrafımızda olanları anlamaq, öyrənmək kimi nəzərdə tutun və tətbiq etmək. Verilmiş problemi nəzərə alaraq sadə prototip, model və yaxud plan hazırlamaq. Bu da olar. Resursların məhdudluğu, təhlükəsizlik tələblərini, estetik və ekoloji amilləri nəzərə alaraq funksional, etibarlı və məqsədə uyğun həll axtarılır. Bu bizim üçün texnoloji və mühəndislik kompetensiyası haqqında göstərdiyimiz nümunələrdir. Bunlar hökmən baxacağımız və
öyrənəcəyimiz bacarıqlardır. Yadda saxlayaq, həyatda bizə lazım olan yumuşaq bacarıqlar dediyimiz, ixtisasımızla bağlı, sahəmizlə bağlı, sərt, bərk bacarıqlar dediyimiz hər biri bizim üçün vacibdir və daim onlar bir-biri ilə əlaqədə olmalıdır. Növbəti, rəqəmsal savadlılıq kompetensiyası. Bu nədir? Rəqəmsal savadlılıq kompetensiyası. Bir var, rəqəmsal bacarıqlara sahib olmaq. Bir də var, onu yerində dəqiq istifadə etmək. Baxın, rəqəmsal bacarıqlara sahib olmaq hamıda ola bilər, əksəriyyətdə ola bilər, amma yerində düzgün istifadə edilməyə bilər. Nümunə olaraq bir müəllim MİQ imtahanına hazırlaşır, müəllimlərin işə qəbuluna hazırlaşır, amma götürür telefonu, PDF və yaxud müxtəlif faylları oradan izləyəcək, oxuyacaq və artıq hər hansı bir rilə qoşulur və davamlı çevirir, baxır ki, artıq dərsin vaxtı gəldi, saatlar ötdü, amma dərs oxumadı. Yəni, bacarığa sahib deyil demirik ki, amma rəqəmsal bacarığı yoxdur. Onu məqsədyönlü şəkildə istifadə etmir. Deməli, rəqəmsal bacarıq, o texnoloji bacarıqlar həmin o sadaladıqlarımızın planşet, kompüter və digər ola bilsin internet resurslarından səmərəli istifadə etmək bacarığıdır rəqəmsal bacarıq. Səmərəli istifadə etmiriksə, rəqəmsal bacarığa sahib deyilik. Səmərəli istifadə etmək bacarıqdır. Daha sonra nümunələrə baxaq. Şagird layihə işi üçün internetdən informasiya toplayarkən müxtəlif saytlardan əldə etdiyi məlumatları müqayisə edir. Reklam xarakterli və etibarlı elmi maarifçi mənbələri fərqləndirir. Bax, bununla bağlı indi informasiya savadlılığı da keçiləcək. İnformasiya savadlılığı nədir? İnformasiya savadlılığı informasiya mənbələrinin dəqiq və etibarlı mənbələrin müəyyən olunmasıdır. İnformasiyanın etibarlı mənbələrdən alınmasını bilmək və yaxud etibarlı mənbələri müəyyən edə bilməkdir. Ona görə də informasiya savadlılığı bunun içərisində görürsünüz. Amma rəqəmsal həmin o saytlardan, internet resurslarından və texnoloji vasitələrdən səmərəli istifadə edərək bizə lazım olan informasiyanın toplanmasını özündə əks etdirdi ki, burada hər ikisi var. İnformatika dərslərində şagird yalnız hazır təqdimat şablonundan istifadə etmir, həm də qısa video, infografika və blog yazısı hazırlayır. Yəni, yenə də o biliklərini səmərəli istifadə edir. Bu da olacaq rəqəmsal savadlılıq. Növbəti. Biz indi danışacaq şəxsi sosial və öyrənmək kompetensiyası. Gəlin bununla bağlı qısaca danışaq. Şəxsi dedikdə bizi nəzərdə tutur. Sosial ətraf mühit, öyrənmək də metakognitiv bacarıqları bununla əlaqələndirir. Şəxsi özümlə bağlı, sosial ətrafı nəzərə aldım, öyrənmək də metakognitiv bacarıqlardır ki, bu kompetensiya insanın özünü tanıması, emosiyalarını və davranışlarını tənzimləməsi, başqaları özünü tanıması, hisslərini tənzimləməsidir, özü ilə bağlı. Başqaları ilə səmərəli münasibət qurması, ətrafda deyək, başqaları ilə və öz öyrənməsini planlaşdırıb idarə etməsi ilə bağlı bacarıqlardır. Öz öyrənməsini planlayıb idarə etməsi metakognitiv, öyrənməyi buradan ifadə edə bilərik. O da olacaq metakognitiv bacarıqların inkişafı ilə bağlı. Şəxsi komponent öz gücü, zəif tərəfləri və ya güclü tərəflərini dərk etməsi, məqsəd qoyması, stres və ya çətinliklərlə mübarizə aparmağı, emosional bacarıqları keçdikdə bunu daha yaxşı biləcəksiniz. Metakognitiv bilikləri, bacarıqları formalaşmasını keçdikdə daha yaxşı öyrənəcəksiniz. Hansı ki, özünü daha yaxşı tanıyır, müşahidə edir, problemli və ya üstün cəhətləri müəyyən edir, problemləri aradan qaldırmaq üçün məqsəd qurur, plan qurur, emosional tənzimləmə aparır, uyğunlaşır və s. Yəni, özü ilə bağlı, həm də metakognitiv şəxsi ilə bağlı bacarıqların formalaşdırılması. Mübarizə aparmağı ehtiva edir. Sosial komponent, əməkdaşlıq, empatiya, konfliktlərin konstruktiv həlli, konstruktiv sözü haqqında danışaq. Konfliktlərin konstruktiv həlli nədir? Bax, konflikti müxtəlif yollarla həll etmək olar. Biz konfliktin həllini götürək ənənəvi metoddan. Reaktiv yanaşma götürək. Problem baş verdikdən sonra həll etmək üçün
hədələmək, qorxutmaq, şiddət, yəni bu kimi davranışlar olacaq. Bu kimi davranışlar problem baş verdikdən sonra, yəni həmin o problemi həmin an üçün həll edir, amma sonra yenə də davam edə bilər. Konstruktiv isə bizim problemi həll edərkən qarşı tərəfi də nəzərə almağımız və effektiv bir həll yolu tapmağımızdır. Konstruktiv şəkildə həll etmək budur. Konstruktiv həll etmək, həlli müxtəlif baxışlara hörmət kimi bacarıqları özündə ehtiva edir. Öyrənməyi öyrənmək isə öyrənmək strategiyalarını tanımaq özü ilə bağlıdır artıq. Öyrənmə strategiyalarını tanımaq, öz öyrənmə tərzini müşahidə etmək, buna monitorinq deyirik. Biz metakognitiv bacarıqları keçərkən ilk öncə monitorinq yoxlamadır. Özümüzlə bağlı informasiya toplayırıq, yoxlayırıq, müdaxilə etmirik. Topladığımız informasiya ilə bağlı növbəti addım məqsəd, plan, tənzimləmə. Sonra da qiymətləndirmə. Bu belə gedir. Öz öyrənmə tərzini müşahidə edib təkmilləşdirmək, ömür boyu inkişaf hədəfi seçmək deməkdir. Bax, bu da bizim üçün olacaq öyrənmək hissəsinə aid. Şəxsi, sosial və öyrənmək kompetensiyası. Nümunə. Şəxsidən başlayaq. Şagird imtahana hazırlaşarkən özünə həftəlik plan tərtib edir və hansı fəndə nəyə daha çox ehtiyac olduğunu müəyyənləşdirir. Dərslərdən sonra qısa refleksiya yazaraq nə öyrəndim? Dərsdən sonra nə edir? Refleksiya yazır. Nə öyrəndim? Növbəti dəfə nəyi öyrənməliyəm və s. suallarına cavab axtarır özündə. Təbii bunlar şəxsi ilə bağlı. Sinifdə qrup işi, bu sosiala aid olacaq. Qrup işi zamanı rol bölgüsü edilir, hər kəs məsuliyyətini qəbul edir, fikir ayrılığı yarananda şagirdlər qarşı tərəfi dinləyir. Yalnız şəxsi yox, sosial məsuliyyət də var burada. Öyrənmək, emosiyalarının idarə olunması ilə bağlı fəaliyyət keçirilir və şagirdlər stresli situasiyalarda istifadə edə biləcəkləri strategiyaları müəyyənləşdirirlər. O vəziyyətdə nə etməlidir? O da belə. Bizim üçün şəxsi, sosial və öyrənməklə bağlı kompetensiyamız budur. Daha geniş izahlar və məlumatlar üçün yaza bilərsiniz. R bölməsində cavablandırarıq. Nə sualınız qalsa qeyd edin, cavablandıraq. Növbəti 6. Fəal vətəndaş mövqeyi. Bunu bir neçə yerdə müəllimlərimiz öyrədirik. Fəal vətəndaş yaşadığı bölgənin xüsusiyyətlərindən tutmuş, özünün fəal vətəndaş olduğunu xatırladacaq bütün nüansları özündə əks etdirir. Məsuliyyətli vətəndaş kimi davranmaq bacarığıdır. Dövlətin və ölkənin ictimai həyatında dövlətin sosial-iqtisadi siyasi konsepsiyalarını və strukturlarını nəzərə alaraq tam mənası ilə iştirak həmin o strukturların və digər dövlətin tanınmasından tutmuş digər məsələlərin hamısında iştirak etmək bacarığıdır. Fəal vətəndaş mövqeyi. Nümunələrə baxaq. Dövlət bayramlarını, məsələn, Respublika günüdür, Müstəqillik günüdür. Bu ərəfədə şagirdləri könüllü şəkildə məktəbdə kiçik tədbirlərə cəlb etmək və bu tədbirləri təşkil etmək. Daha sonra vətəndaş kimi mən nə edə bilərəm? Hər hansı bir situasiyada bu sualı verib cavabları axtara bilməkdir. Bunlar insanın fəal vətəndaş mövqeyi bacarığının, kompetensiyasının inkişaf etdiyini göstərir və bunu inkişaf etdirmək üçün də təbii ki, biz verilən suallara və vətəndaş kimi dövlətin inkişafına, mənafeyinə uyğun nələr edə bilərik, onları dəyərləndirməliyik. Nümunə. Nümunə. Başqa nümunə nə deyə bilərik burada biz? Dediyimiz kimi, vətəndaş kimi nələr edə bilərəm? Ekoloji və yaxud sosial yönümlü könüllü aksiyalarında parkların təmizlənməsi, ağac əkmə, qan vermə aksiyalarının keçirilməsində iştirak etmək, bunlar hər biri fəal vətəndaş mövqeyinə aiddir. Növbəti sahibkarlıq kompetensiyası. Sahibkarlıq kompetensiyası, bunu yadda saxlayaq. Biz
irəli sürülən ideyaları layihəyə çevirmə və reallaşdırmaqla bağlı nələrsə etməyi bacarmalıyıq. Bu kompetensiya imkanları və ideyaları başqaları üçün dəyərlərə çevirə bilmək, yəni ideyalardan real layihə və ya fəaliyyət formalaşdırmaq bacarığıdır. Bu kompetensiya yaradıcı düşünmə, təşəbbüskarlıq, risklər, qiymətləndirmək, qısa və uzun müddətli planlar qurmaq, resurslar müəyyən etmək və səmərəli resurslardan səmərəli şəkildə istifadə etmək bacarığıdır. Yadda saxlayaq. Nümunə. Məktəbdə layihə çərçivəsində şagirdlər məktəbdəki kitabxanada yeni güşə yaratmaq ideyası irəli sürür, büdcə planı hazırlayırlar və bunun üçün sponsorlar axtarırlar və dəstək imkanlarını araşdırır, işi qrafik üzrə həyata keçirirlər. Onlar şagirdlər kiçik şagird şirkəti yaradır, əl işləri hazırlayıb yarmarkalarda satır, gəlirinin bir hissəsini xeyriyyə məqsədi ilə istifadə edirlər. Bu zaman qiymət təyin etmə, reklam, komanda işi və maliyyə hesabatı bu kimi məsələləri öyrənirlər. Yəni biz artıq burada biznes planı qurulması, onun idarə olunması, büdcəyə nəzarət olunması, layihələrin hazırlanması, qısa və uzun müddətli planların qurulması və s. bunları görürük. Bu olacaq maliyyə savadlılığı. Növbəti mədəni müxtəlifliklə mədəni məlumatlılıq və özünü ifadə etmək kompetensiyası. Yadda saxlayaq, hələ ki bizim kimi müxtəlif mədəniyyətlər və müxtəlif azlıqlar yaşayan ölkədə bunu adı nədir? Bu mədəniyyəti təbii ki bilmək və bunu icra etmək zəruri bir haldır. Mədəni müxtəlifliyə hörmət və mədəni müxtəlif məlumatlılıqla bərabər özünü də ifadə etmək burada belədir. Biz müxtəlif xalqların mədəniyyəti haqqında məlumatlı olmalı, özümüzü də bilməli və bu digər xalqların mədəniyyətinə hörmətlə yanaşmağı bacarmalıyıq. Nümunə olaraq biz götürə bilərik. Məsələn, hindlilər inəyi kəsib yemir. Biz yeyirik. Onların bizə hörmət etməsi, bizim də onların baxışına hörmətlə yanaşmalıyız. Yeməyə bilərlər. Və yaxud Şotlandlılar, onlar kişiləri müxtəlif tədbirlərdə qısa yubka geyinir. Bu bizim üçün biraz bəlkə komik gələ bilər, amma onların mədəniyyətidir. Bizim etdiyimiz davranış da onlara komik gələ bilər. Biz nə edirik? Hörmətlə yanaşırıq. Hörmətlə yanaşılır. Daha sonra biz başqa nümunə götürə bilərik. Başqa millətin nümayəndələrindən, məsələn, Çinlilər bizə yad olan qidaları yeyirlər. Amma biz buna müdaxilə edib onu dəyişdirə bilmərik. Biz hörmətlə yanaşmalıyıq. Necə ki onlar bizə hörmətlə yanaşsın. Yəni həm məlumatlıyıq, həm hörmətlə yanaşırıq. Bu olur mədəni məlumatlılıq və özünü ifadə edə bilmə kompetensiyası. Dillə bağlı danışdıqda bunu dedik biz artıq. Müxtəlif xalqların dilini bilmək, onların mədəniyyəti haqqında məlumatlı olmaqdır. Və digər tərəfdən bu sadaladığımız mədəni məlumatlılığı da dillə bağlı məlumatlı olaraq əldə edə bilərik. Və təbii bilmək və hörmətlə yanaşmaq vacib amillərdir. Bu bizim üçün olacaq mədəni məlumatlılıq kompetensiyası və nümunələr. Məktəbdə mədəniyyət günü keçirilir. Şagirdlər öz regionlarının, eləcə də başqa ölkələrin milli geyimlərini, musiqi və mətbəx nümunələrini təqdim edir. Fərqləri və oxşarlıqları müzakirə edirlər. Təbii hörmətlə yanaşırlar. Bu nümunə məsələn şagirdlərdə həmin mədəni məlumatlılıq və özünü ifadə etmə bacarığını, kompetensiyasını formalaşdırır. Bu dərslə bağlı ifadə edəcəyimiz bu qədərdir. Sağ olun, Allah amanında qalın.